Hamının sidi var, bəs sənin yoxdur. Onda gəl bir yerdə hazırlayaq. Hazırlanma videosu çox asandır. Qəliz görünsə də mən sizə bütün detallarını necə toxuduğumu göstərdim. Mənə elə gəlir ki, toxumağı bilməyəndə bu videoya baxıb toxumağı öyrənəcək. Hazırsınızsa başlayaq. Deməli, mən bu cür ipdən istifadə edirəm. Yarnartın cins markasıdır. Çox gözəl ipdir. Həm bundan kukla toxuya bilərsiniz, həm uşaqlarınıza papaq, şərf və s. belə şeylərdə toxuya bilərsiniz. Burada göstərir 45% akrilikdir, 55% isə pambıqdır. Və burada göstərir əslində bu ipi neçə nömrəli millə toxumaq lazımdır. Məsələn, millə toxumaq istəyirsinizsə görürsünüz burada 3.5 mm. Yenə də qarmaqla, kırçokla toxumaq istəyirsinizsə yenə o da 3.5 mm-dir. Əslində əlbəttə ki, fərqli də qarmaqlarla, əlinizdə olan qarmaqlarla da toxuya bilərsiniz. Bu sadəcə sizə məsləhət kimi göstərir ki, yəni bununla normalda bu ip bununla toxunur. Və başlayaq. Məndə kırçok var. Dəqiq yadımda deyil, amma səhv eləmirəmsə bu tərəfi 2 olmalıdır. Bu tərəf isə 3.5 olmalıydı. Mən bu xırda gözü ilə eləyəcəm ki, daha səliqəli olsun. Və sidi toxumaq üçün birinci ən aşağı gövdə hissəsini toxuyuruq. Bunun üçün sehirli halqa eləyirik. Sehirli halqa nədir? Bu formada barmağımıza doluyuruq və burada qalır bu cür. Və qarmağımızı ipin altından birinci keçirdik. Həmin bu ipi götürdük buradan. Baxın, buradan bunu götürdüm və götürdükdən sonra bu ipi bu zincirin içərisindən çıxardırıq. İlk olduğu üçün əlbəttə ki, biraz çətin gələ bilər. Çıxardıqdan sonra bu ipimizi sıxırıq və burada bir düyün əmələ gətiririk. Və bundan sonra isə sehirli halqanın içərisinə zincirlərimizi toxuyuruq. Mən təxminən 7 ədəd zincir toxuyacağam. Qarmağımızı ipin altından saldıq. İpimizi çəkdik və 2 ədəd burada oldu və yeni ipi götürüb ikisinin içərisindən keçirdik. Artıq birinci ilməmiz hazırdır. Yenidən bunu belə eləyirəm. 2, 3, 4. Buradakı ip qısa ola bilər. Buradan belə dartırıq. Bax, bu cür dartırıq. Görürsünüz, bu balacalaşır. 4 elədik. 1, 2, 3, 4, 5, 6. Əlbəttə ki, ipiniz qalındırsa daha az eləyə bilərsiniz. Və 7. Bu cür elədikdən sonra ipimizi sıxırıq yaxşı-yaxşı. Sıxdıqdan sonra ehtiyatlı olun, qırılmasın. Sıxdıqdan sonra isə həmin o birinci ilməmizin içərisindən bir ilmə götürürük. İpimizi dartırıq bu cür belə və sürüşdürmə edərək buradan çıxartdıq. Bu formada sürüşdürmə elədikdən sonra toxuduqca məsləhətdir ki, bu başlanğıc ipimizdir bu. Bunu biraz burada gizləyək, sonra kəsək. Bu cür indi sizə göstərəcəm. Əslində bu başlanğıc nöqtəsinə əlavə bir ip, başqa rəngdə bir ip və yaxud da bir sancaq, nəsə bir şey eləmək lazımdır ki, hər dəfə fırlananda biləsiniz ki, bu başlıq buradır. Amma mən bunu eləmirəm, göz qərarı bilirəm. İstəsəniz siz eləyə bilərsiniz. Baxın, bu boşluğa bir dənə başqa əlavə rəngdə bir ip bağlayırsınız və bilirsiniz ki, hər dəfə orada bitir. İndi mən necə eləyirəm, onu sizə göstərim, bəlkə sizə də elə rahat olar. Əlavə bir dənə zəncir çəkdim, bu cür və həmin nöqtəyə, həmin ilmənin boşluğuna bir ədəd yenə batırıram. Bu oldu 2 ilməmiz. İndi yenidən hər dəfə də elədikcə, baxın, bu ipi burada gizləyirik. Baxın, bunu buradan gizləyirik. Bir yerdə götürürük. 1, 2. Oldu 4 ilməmiz. Sonra 3. Həmin yerə bir də batırıq. 4. Baxın. 6 ilməmiz. 7. 8. Sıra sonuna kimi cüt-cüt ilmələri toxuyuruq. 8.
9. Görürsünüz, bunu burada ilmələrin içərisində gizləyirəm. 10. 11. 12. 13 və 14. 14 ədəd toxuduqdan sonra baxın, burada görsənir və həmin nöqtəyə yenə daxil oluram, sürüşdürmə edirəm. Bu formada artıq hazırdır ikinci sıramızda. Bunu artıq buradan kəsə bilərsiniz. Tam dib nöqtəsindən kəsirəm. İndi üçüncü sıramızı toxuyuram. Üçüncü sırada da yenə bir ədəd zəncir çəkirəm və ilk boşluğu 2 dəfə batıram. 2 və sonra 1 dəfə batıram. Sonraki ilməyə 2 dəfə yenə batıram. 3 idi, 4 5 və sonra yenə bir tək, bir cüt. Bu sıranı da sıra sonuna kimi bir tək, bir cüt olaraq toxuyuram. Cüt, tək, cüt, tək. Baxın, fırlananda bilinir artıq burada başlıq olduğu. Mən buna görə əlavə bir sancaq və yaxud da ip qoymuram, çünki bilinir burada. Dostlar, burada sıra sayı biraz fərqli də ola bilər hamıda. Yəni buna görə narahat olmayın. Əlbəttə ki, onsuz da axırda eyni şeylər çıxır. Biraz az çox eyni şeylər çıxır. Onun heç bir fərqi yoxdur. Gördüyünüz kimi sonuncu nöqtəmizə gəldim. Təki də elədim. Sonra burada başlanğıc, bayaqların başlanğıc ilməm var idi. Oradan bu cür ipimi çəkdim və sürüşdürmə elədim. Və üçüncü sıramız da hazırdır. Sonra nə edirəm? Yenə bir dənə zəncir çəkirəm, qalxıram yuxarı və yenə bu dəfə 2 tək, bir cüt eləyirik. Yenə həmin nöqtəyə bir dəfə girdim. Bu oldu 2. Sonra tək eləyirəm. İkinci dəfə yenə tək eləyirəm. Sonra cüt eləyirəm. 2 tək, bir cüt olaraq bu sıramızı da bu cür bitirirəm. 2 və cüt. Və artıq burada da sıramızın sonuna kimi gəldim. Burada yenə sürüşdürmə edirəm. Dördüncü sıramızı da bu cür bitirirəm. Bu formada olur. Yenə zəncir çəkirəm, qalxıram yuxarı. Bu dəfə 3 tək, bir cüt olaraq davam eləyəcəm. Bu cüt oldu. Sonra 3 dəfə tək eləyəcəm. 1 2 3 və cüt. Bir, 2 3 və cüt. Ola bilər ki, mən biraz tez-tez toxuyam, sizə biraz qəliz gələr. Videonu ayarlarından daha zəif modda eləyib o formada baxa bilərsiniz. 2 3 və cüt. Bu formada da sıra sonuna kimi 3 cüt, bir tək olaraq, yox, daha doğrusu 3 tək, bir cüt olaraq davam edirik sıra sonuna kimi. Və sıra sonumuz bitir və yenə burada sürüşdürmə edirəm. Bu cür sürüşdürmə elədim. Bir də bir şey yadınızda saxlayın ki, burada məsələn birinci 7 sıra elədim. Sonra hər birinə 2 dəfə batdım. 14 oldu. Sonra bir tək, bir cüt. Üçüncü sıra bir tək, bir cüt. Dördüncü sıra 2 tək, bir cüt. Beşinci sıra isə 3 tək, bir cüt olaraq davam etdik. Necə başlayırsınızsa bitirəndə də, yığanda da o formada yığın ki, yumru normal halda alınsın. Məsələn, mən indi bu 3 tək, bir cütə qədər qaldırdım. İndi nə edirik?
4 sıra olduğu kimi heç bir artırma, azaltma eləmədən toxuyuram və yığanda yenə sizə başa salacağım. Necə toxuyuram onu da sizə göstərim. Yenə buradan bir ilmək çəkdim. Bu formada. Əlbəttə ki, bir ikisin səhv buraxa bilərsiniz. Nə bilim, 2 ədəd cüt, 1 ədəd tək toxuya bilərsiniz. Bu normaldır. Yəni buna görə narahat olub toxuduğunuz hər nədirsə onu sökməyin. Axır əvvəl yenə deyirəm, içinə sintifon dolduranda eyni bir şey çıxır ortaya. Bu formada sıra sonuna kimi hər bir ilməyə bir dəfə batırıq. Sıra sonuna kimi toxuyum. Görürsünüz artıq yumurlanmağa hazırlanır. Bu cür sıra sonuna kimi də toxuduqdan sonra yenə sürüşdürmə eləyirəm. Bu cür götürdüm, sürüşdürdüm və ikinci sıranı bir dənə ilmə çəkirəm. Yenə olduğu kimi davam eləyəcəm. Dediyim kimi 4 sıra bu cür toxuyuram. Heç bir artırma, azaltma eləmədən hər dəfə başlığa kimi 4 sıra obşi toxuyub geri dönəcəm sizə. 4 sıra mən toxudum. Görürsünüz artıq yumurlanıb. Heç bir artırma, azaltma eləmədən sıra sonuna kimi 4 sıra toxudum və bu da sonuncudur. Yenə sürüşdürməmi edirəm və bitirirəm bu sıranı da. Bu cür belə bir figur alındı. İndi nə edirəm? İndi bayaqlarım necə ilə bitirmişdik. Yəni eyni sıra artırma, azaltma eləməyənə qədər 3 tək bir cüt olaraq bitirmişdik. İndi də yığanda yenə 3 tək bir yığma eləyirik. Yəni onu da sizə göstərim. Bu cür qaldırdım yuxarı. 1 2 3. İndi yığırıq. Yığmanı necə eləyirik? Buradan bir dənə götürdüm və yanındakı ilmədən yenə bir ədəd zincir deyimdə sizə götürdüm və bu formada yığdım. Buradan da biraz bərkidirəm ki, aralarda çox boşluq qalmasın. İndi yenə 3 tək 1 2 3. Artıq bu yığılan yerlərdə, sıralarda çalışın ipi biraz belə dartın ki, yığılır axı, aralarında boşluq qalır. Ona görə onlar qalmasın. 3 tək elədikdən sonra yenə yığırıq. 1 və 2. Götürdüm və yığdım. İndi yenə 1 2 3. İndi yenə yığıram. 1 2. Bu azaltmadır. Bu formada azaldıram. Sıra sonuna kimi. Bilmədim indi məsələn mən nə ilə bitirmişdim. Baxıram buradan görürəm ki azaltma eləmişəm. Azaltmanı yenə eyni eləyirəm. Baxıram arada ki hardadır mənim başlıq. Bax bura kimi toxuyacağım bu cür. Yenə 1 tək 2 tək 3 tək götürdüm, yığdım. Əlimlə də bərkidirəm ki aralar boşluq qalmasın. Yenə 1 tək 2 3 və yığma hissəsi bura gəldi. Yığmırıq, eyb yox. Olduğu kimi dartırıq. Yəni harda bitirsə o formada bitiririk. Əlavə heç bir şeyə ehtiyacı yoxdur. Bir zəncir çəkdim və 1 2. İndi nə edirik? 2 tək bir yığma eləyirik. 1 2. Bu formada 1 2 və yığma eləyirik indi. 1 2 yığdıq. Əlimizlə də bərkidirik ki aralar qalmasın. Yenə 1 2 və yığırıq. Bu cür yenə sıra sonuna kimi 2 tək bir yığma olaraq davam eləyirik və sonuncu bir ədəd bu cür eləyirəm və sürüşdürmə eləyirəm.
Onu bu cür hazırladım. Bir ədəd yenə qaldırıram. İndi nə edirdik? Keçən dəfə 2 tək bir cütdən sonra bir tək bir cüt eləyirdik. İndi isə bir tək bir yığma eləyirik. Bu formada qaldırdım bir dəfə və yığıram indi. Əlimlə də sıxıram. Yenə bir dəfə qaldırdım və əlimlə, daha doğrusu indi yığdım. Yığanda da sıxıram əlimlə. Görürsünüz, artıq yumurlanır bu cür. Bir dəfə yenə qaldırdım. Yığdım. Bir ilmək çəkdim. Yığdım. Bir ilmək çəkdim. Yığdım. Baxın, bu cür olur. İndi birazdan içərisinə sintefonlar dolduracağıq. Bir. Yığıram. Baxıram görüm hardaydı. Buradaydı. Başlanğıc nöqtəm bura kimi. Yenə eyni eləyirəm. Bir və yığıram və bir ədəd çəkirəm və sıramız tamamlanır. Sürüşdürdüm bu cür. Bir dənə yenə zəncir çəkirəm. Görürsünüz, burada başlanğıc nöqtəsi belə gedir. Buradan da bilə bilərsiniz əslində. Sonra nə edirik? Sonra hamısını yığırıq. 1, 2. Bu cür yığdıq. Əlimizlə də hər dəfə bərk edirik. 1, 2. Bu cür yığdıq. Oy, 1, 2 yığdıq. 1, 2 yığdıq. Təxmini boynun eninə qədər, nə qədər boyun enli qalsın istəyirsinizsə, o qədər yığırsınız. Yəni elə ola bilər ki, enlidir, sıra sonunu tamamlamışsınız və axırıncı sıradır. Həmin o sıranı bitirmədən yenə də boyun nə qədər enli olsun istəyirsinizsə, məsələn, o qədər toxursunuz. İndi mən sizə deyəcəm təxmini neçə ilmə bəs eləyir boyuna. Bu cür. Baxın, burada artıq sıramız bitmişdi deyə. Görürsünüz, burada zincir çəkib qalxdığım yerdir. Məsələn, mənə bu qədər hələ ki çox yekədir, enlidir boyun üçün. Bir-iki dəfə də yenə yığacağım. Bir. Artıq yumru alındıqca biraz bərk gedir, darlaşır çünki buralar. Yenə bir dəfə də götürün, məncə kifayət eləyəcək. İndi baxırıq. Bu qədər boyun bəs eləyir. İndi bunun içini sintefonla doldururuq. Bu cür sintefonlarla mən doldururam. Pambıq da ola bilər əlbəttə və yaxud da yun da ola bilər. Pinset yardımı ilə içərisinə doldururam. Bu cür. Görürsünüz. Doldurduktan sonra da görsəz ki, boyun biraz enlidir, yenə də yığa bilərsiniz. Biraz bərk-bərk yığıram. Doldururam daha doğrusu. Və əlimlə forma verirəm. Görürsünüz.
Bu formada olur. Biraz götürüp yine de bu boşluklara buralara dolduracağım. Ve elimle yine de yumurlandırıram. Bu formada bir gövdə alınır. İndi boyun hissəsini toxuyuruq. Boyun hissəsini heç bir artırma, azaltma eləmədən sıra əgər xoşunuza gəlirsə sıra sayı olduğu formada toxuyuruq. İlk vaxtlar biraz əlinizə çətin gələ bilər. Çalışın sintifonla toxumayın. Sintifonla toxuyanda ipi dartmaq çətin olur, hətta düyünlənir deyim sizə. Sıxa-sıxa toxuyun. Bu cür. Dostlar, boynum daha, məndə boyun daha dar olduğu üçün biraz onu söküm, biraz artıq eləyim. Çünki çox nazik gedir. Bu formada 1, 2, 3, 4, 5, 6. Birini də söküm. Bu cür olsun. İndi baxaq boynumuza. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu qədər bəs eləyəcək. Çünki daha nazik gedirdi. İp kimi qalsın istəmirəm. Və yenidən toxuyuram. Heç bir artırma, azaltma eləmirəm. Sıra sonunu baxmağa ehtiyac yoxdur ki, sıram harda bitdi, harda başladı. Olduğu kimi bütün çalışın ilmələrə batın. Bu formada mən toxuyum. Təxminən neçə santi toxuduğumu sizə göstərəcəm. Əlbəttə ki, siz daha qısa, daha uzun da toxuya bilərsiniz. Toxuduqdan sonra mən təxminən 15 santimetr toxudum. Mən də belə baxanda, məsələn, mən istəyirəm ki, bu qədər olsun da bağlama yeri, yəni çox uzun olsun istəmirəm. Burada da əlbəttə ki, baş olacaq. Bu formada, yəni bəs elədi mənim üçün 15 santimetr idi bunun uzunluğu. Sizə də deyim, kim istəsə daha uzun, qısa eləyə bilər. Əlbəttə ki, bunu biraz daha qısa bir olog kimi də eləmək olar. İndi başa keçirik. Başı necə eləyirik, onu da sizə başa salım. Burada sayıram neçə dənə ilməmiz var. Hal-hazırda 1, 2, 3, 4, 5 və 6. 6 ilməmiz var. Mən elə 6 ilmə kimi eləyəcəm. Sizdə daha böyük və yaxud da daha xırdadırsa, yəni onu azaldıb, çoxaldıb ayarlaya bilərsiniz. 6 ilmə ilə mən davam eləyəcəm. İndi çoxaltma eləyirəm. Yenə də hər ilməyə 2 dəfə batıram. İndi çoxaltmanı eləyəcəm. 1. Burada zəncirimi çəkeyim. Gələn dəfə qaydanda mən bilim. Çünki mən heç bir işarə qoymuram axı. İndi çoxaltmanı eləyirəm. Hər ilməyə 2 dəfə batacağım. Toplamda 12 ədəd ilməm olmalıdır. 3, 4. Bu cür sıra sonuna kimi 5, 6, 7, 8, 9, 10, 11 ve sonuncu 12. Burada başlangıç nöqtəm var idi. Bura sürüşdürməni eləyirəm. İkinci sıramıza keçəcəm. Sürüşdürdüm. Bir ədəd çəkdim yenə. İndi ikinci sıramızda nə edirdik? Bayaqlarım burada elədiyim kimi bir tək, bir cüt eləyirik. Burada cüt. Tək, cüt, tək, cüt,
tək. Bura kimi toxuyuruq, başlığa kimi cütlə bitirəcəm. Hər dəfə fərqli formada bitə bilər əlbəttə ki, ya cüt, ya tək, bunun ona heç bir aidiyyəti yoxdur. İndi isə 2 cüt, 1 tək eləyirik. Yenə cütlə mən başlayıram. 1, 2 tək elədim. İndi yenə cüt eləyirəm. 1, 2. İndi yenə tək eləyirəm. 1, 2, cüt eləyirəm. Tək, tək. Burada görürsünüz ilmim. Bəzən burada belə iplər qarışıq çıxa bilir. Onu təzədən düzəldin ki, toxuduğunuz səliqəli olsun. 2 ədəd tək və cüt, tək və bitirdim. Yenə sürüşdürməni elədim. İndi isə yenə 3-cü sıramızdayım. 3 tək, 1, 2, 3. 3 tək, 1 cüt eləyirəm. 1, 2. 1, 2, 3, 2 cüt. Bu formada da 2, 3 sıra sonuna kimi 3 tək, 1 cüt olaraq toxuyuram və sürüşdürürəm. 5-ci sıranı isə mən başı daha balaca olsun istəmişəm. Bayaqlarım dediyim kimi gövdədən daha balaca olsun. Ona görə artıq 6 ilə başladığım üçün daha balaca olacaq. Burada 7 ilə başlamışdım. Bu formada bütün indi 4 sıra bütün sıralara tək-tək batıram və 4 sıra olacaq şəkildə davam eləyirəm. Özünüz də görəcəksiniz ki, heç bir artırma, azaltma eləməsəm belə bu cür bütün ilmələrə bir-bir batdıqca özü get-gedə yuvarlaqlaşır. Gördüyünüz kimi bu formada 4 sıra toxudum və yenə sona gəlim. Artıq digər sıralarda kəsmə işləmi eləyəcəm. Bu cür gördüyünüz kimi artıq yuvarlaqlaşdı. Bu cür. İndi kəsmə işləmi necə eləyirik? Bayaqlarım axırıncı hansını da bitirmişdik. 3 tək, 1 cütlə. İndi 3 tək, 1 yığma eləyirik. 1, 2, 3 yığırıq. 1, 2 və sıx-sıx əlimizi ona öyrəşdiririk. 1, 2 sıra sonuna kimi yenə davam eləyirik. Sonuncunu da sürüşdürürük. Digər sıramızı 2 tək, 1 yığma ilə davam edirik. 1, 2 yığırıq. 1 sıxırıq əlimizlə. Sıxmasaq burada boşluq yaranar. 2 yığırıq əlimizlə. 1, hətta 2 və sürüşdürürəm. Gördüyünüz kimi burada iz var, görsənir. Get-gedə belə gedir. İndi nə edirik? 1 tək, 1 yığma. 1 yığdım. 1 yığdım. Sürüşdürürəm. Heç yığa bilmədim. Sonraki sıranın hamısını yığacağım. Bu cür belə tuturam. Bunu da altdan tuturam ki, digər tərəfdən tutmayım. Yığdım. Bura diqqət edin hər dəfə. Çünki belə üst-üstə tutanda alt tərəfdən digər tərəfi də yığa bilərsiniz səhvən. Və bitirənə kimi toxuyacağım. Amma biraz saxlayayım. Hər ehtimal bayaqlarım saxladığım kimi sintefonları doldurum. Ondan sonra
Bu qədər bəs eləyir. Sinfonları doldurum, sonra bitirim. Və əlimlə forma verirəm. Burada bayaqlarım dediyim kimi çalışın tük sintifonu götürməyəsiniz toxuyanda. Çünki biraz çətin olur sintifonda toxunanda. Və bitirənə kimi yığıram. Bunu da yığsam məncə bəs eləyir. Və bitirdim. Sürüşdürdüm. Və bir dənə belə elədim. Kəsdim. Və həmin o zincirimin içindən çıxartdım ipimi. Bu formada bitirdim. Bu ipi içəridə gizləyəcəm. Bu formada başımız da hazırdır. Gördüyünüz kimi çox asan, çox tez bədən, gövdə, boyun və baş hazır oldu. Biraz əllər, gözlər, xırda detallardır deyə biraz o daha çox vaxt aparır. İndi onları da toxuyuram. Sizə hamısını göstərirəm. İndi isə keçirik qollara və ayaqlara. Yenə sehirli halqa eləyirik. Bu cür yenə ilməmizi birinci düyün formasında edirik. Bu formada və sonra 4 ədəd mən ilmək çəkəcəm. 1 2 3 və 4. Burada gördüyünüz ipi sıxırıq yaxşı-yaxşı və buradakı başdakı ilmənin içərisinə qarmağımızı keçirdirik və burada yenə bu formada ipi götürdük və sürüşdürdük. Sürüşdürmə edirik və hər ilməyə bir dəfə batırıq. Burada yenə batanda ipi elə qoyun ki, bu buradakı ipdir. Heç olmasa 1-2 sıra getsin ki, gizlədə biləsiniz ipi. Yəni buradan kəssəniz əslində tez açıla bilər. Ona görə oradan kəsmirik. Biraz uzadırıq. Burada iplərin arasında gizləyirik. Hər ilmənin içərisinə bir dəfə batırıq. Bu cür. Bu formada. Görürsünüz, həmin bu ipi, boş ipi ilmənin arasında gizləyirəm, heç bilinmir. Xırda olduğu üçün əl, ayaqlar biraz yorucu olur. Mənim qarmağım da çox incidəndir buraları. Ona görə barmaqlarımı biraz incidir. Bu formada elədikdən sonra artıq bunu toxumasaq da olar. Mən biraz da toxuyacağım. Buradan yenə başlığa çatdım. Buradan sürüşdürmə elədim. Və yenə yuvarlaqlaşana kimi eyni qayda ilə hər ilmənin içərisinə bir dəfə batıram. Artırma, azaltma eləmirəm. Hər birinə bir dəfə bataraq toxuduqca görəcəksiniz ki, artıq yumru bir hal alır. Görürsünüz, artıq alınır. Buradan həmin bu ipimi kəsirəm artıq. Və toxumağa davam edirəm. Ola bilər
bilər ki, təzə vaxtlar toxuyanda, məsələn, hər iki ayaq eyni boyda olmasın, eyni enlilik, qalınlıqda olmasın. Məndə də çox olur. İndinin içində də fikirli oluram, toxuyuram, görürəm ki, eyni olmur. Bəzən ya söküb təzədən eləyirəm, ya düzəliş olunursa düzəliş eləyirəm və yaxud da ki, məsələn, birini ayaq eləyirəm, tutaq ki, biri qalın oldu, biri incə. O incəni qoyuram qola, bir dənə də təzədən incə toxuyuram, 2 dənə incə orada olur qol. Sonra da bir dənə ayağa toxuyuram. Yəni o olur. Ona görə narahat olmayın. Baxın, bu formada içərisi görürsüz, boş formada toxunur. Bir neçə sıra gedəndən sonra baxın, birini toxumuşam burada. Bu cür qalxacaq yuxarı. Bir neçə sıra gedəndən sonra görəcəksiniz içi boş formada. İndi görün, bu eyni boyda olsa ikisini də ayaq eləyəcəm. Yəni məndə də olur ki, bəzən eyni boyda olmur ikisi də. Bu formada bitirdikdən sonra və sonuncunu da yığıram və bu cür sürüşdürmə edib qolumuzu da hazır eləyirəm. Bunu bir dəfə belə çıxardıram. Biraz uzun kəsirəm, çünki axırda tikəcəm bunu. Bu cür ilməmizi çıxartdım və bu formada bir qol hazırlandı. İçərisini doldurmaya ehtiyac yoxdur. İndi birini yenə hazırlayıram. Ayaqlar eyni hündürlükdə və eyni sonda olacaq. Yəni neçə ilməklə başlamışdımsa o qədər ilməklə bitirirəm. Əllər isə nisbətən daha çox yığcam olacaq. Dəqiq say sizə deməyəcəm. Çünki görürsüz də hər dəfə toxuyanda fərqli çıxır. Hər kəsin əlinin ölçüsü fərqli olur. Yəni toxuduqca bəzən enlənir, daralır. Ona görə sizə dəqiq say deyib, lap da sizi çaşdırmaq istəmirəm. Bu formada gedirəm. Baxın. Görürsüz, enli alınıb. Təxminən biraz sökürəm. Birin yox, məsələn ikinciyə biraz darlaşdıracağım. Ona görə birin yox, ikinciyə batacağım. Bu formada bir ədədin sıxdım. Biraz toxuyum. İndi eyni gedir. Bu cür. Baxıram görüm eyni uzunluqdadır yoxsa yox. Demək olar ki eynidir, eyni boydadır. Və bir dəfə belə zinciri çəkirik. Uzun bir yerdən kəsirəm. Bu cür ayaqlarımızın ikisi hazırdır. Bunu bu cür belə gövdəmizə axırda birləşdirəcəm. Gördüyünüz kimi qollarımız da hazırdır. Və yenə kəsdik. Çıxartdıq. Qollar, ayaqlar hazırdır. İndi yenə sehirli halqa eləyirik. Gözün arxası üçün eləyəcək. Ona görə biraz böyük eləyirəm. 7 ədəd götürəcəm. 1 2 3 4 5 6 və 7. Bu cür götürdükdən sonra sıxıram. Yenə ilməmizi sürüşdürmə edirik. Bu cür olduğu kimi birinci ilməmiz daxil olmaqla bütün yenə ilmələrə bir-bir batırıq bu cür və bir sıra bu formada toxuyuruq. Biraz azaldım, biraz açıram. Qoyuram halqasını. Bu cür formada
Gözümüzün arxasında toxudum. Bu cür belə burada olacaq. Biraz uzun kəsirəm yenə, çünki başa birləşdirəcək. Seçdim və arxa iplə bunu bir-birinə bağlayıram. Çalışın, çox sıxmayın. Gözümüzün biri hazırdır. Digərini hazır eləyim, gəlirəm. Gözümüzün ikisi hazır olduqdan sonra göz bəbəklərini toxuyuruq indi. Yenə sihirli halqa eləyirik. Silin bütün hər yerində sihirli halqadan istifadə edirik toxumaq üçün. 1, 2, 3, 4, 5, 6, 7. 7 dəfə toxudum. Bu cür kifayət eləyir. Daha artıq böyütməyəcəm. Bunu da sürüşdürdüm buradan və bu cür ipimizi kəsirəm. Bunu qısa kəsəcəm, çünki burada əsas gözümüz buradadır. Bu ikisini buradan bağlayıram. Və biraz uzun kəsirəm ki, içinə qatlayıb qiləyəcəm bu formada. Qiləyəcəm bunu və burnumuzu eləyirəm. Burnumuz da yenə sihirli halqa ilə başlayır. Yenə 7 ədəd toxuyacağım. 1, 2, 3, 4, 5, 6 və 7 birləşdirdim və sürüşdürməni eləyirəm. İpimi arxaya alıram, bu ikinci ipimi. O da onun içində geçsin. Və hər ilməyə 2 dəfə batıram. Eyni olsun deyə. Bu cür. Bu formada. Sıra sonuna kimi hər ilməyə 2 dəfə bata davam edirəm. Və eyni vaxtda da buradakı ipimizi kəsirəm. Və son olaraq yenə sürüşdürməni eləyib bu cür bitirirəm. Buradan bir dənə belə açdım. Kəsirəm və dartdım çıxdı. Buradakı ipimlə yenə onu bir-birinə bağlayıram ki, daha bərk olsunlar. Bunu yapışdıracağım. Tikməyəcəm. Bu formada və iç tərəfə eləyirəm ipimizi gizləmək üçün. Bu formada bunu da yapışdıracağım üzümüzə. İndi isə ayaqlarımızı birləşdirirəm. Üzün seçdim, hansı tərəf olacaq, bədənin seçdim. Bu formada bir bura, birində bura bu cür tikəcəm. Ayağı tikmək üçün məndə belə ip üçün iynə var. Bununla eləyəcəm. Bu cür. Yəni bunun heç bir qaydası, qanunu yoxdur. Sadəcə eyni istiqamətdə ikisində toxumaq daha məsləhətlidir əlbəttə. Bu cür. Yəni ağlınıza necə gəlirsə tikə bilərsiniz. Bunun əsas bir qaydası yoxdur. Bu cür birləşdirirəm. Və ipimizi bu tərəfdən çıxardıram. Bu cür ipimiz qalsın burada. İndi digər ayağını da istəsəniz ayaqlara o ağ dırnaqları tikib o formada da sonra bədənə birləşdirə bilərsiniz. İstəsəniz birləşdirəndən sonra da eləyə bilərsiniz. Amma əlləri məsləhətdir ki, birinci əllərinin barmaqlarını birinci eləyəsiniz, ondan sonra. Çünki indi göstərəcəm sizə niyəsin. Gördüyünüz kimi ayaqlarımız hazırdır və hər iki ipi buradan bir-birinə bağlayıram və biraz kəsirəm və həmin ipimizi pinset yardımı ilə gizləyirəm. Bu cür qarmaqla əlimizdə ipi tutduq və götürdüm. Bu formada 1, 2, 3,
4 zənciri 4 zəncir çəkdim və eyni yerə bir dəfə batıram, sürüşdürmə eləyirəm. Bu birinci barmağımız, dırnağımız daha doğrusu. Sonra keçirəm digərinə sürüşdürməklə 1, 2, 3, 4 eyni yerə batıb sürüşdürmə ilə ipimizi çıxardıram. 2 dırnağımız oldu və sürüşdürməklə yenə 1, 2, 3, 4 bunun da heç bir belə, necə deyim, vacib qanunu yoxdur. Kim necə istəyir eləyir, kimə necə rahatdırsa və son olaraq bunu sürüşdürürəm. Birinci dırnağın yanına getmək üçün sürüşdürdüm və bir ədəd belə yenə zəncirimizi çəkib kəsdim, çıxartdım. Bu iplə zəncirimizi, digər ipimizi bir-birinə bağlayıram. İki dəfə bağladıktan sonra kəsə bilərik. Bu cür dırnaqlarımız da hazırdır. Bunu da yenə iğnə yardımı ilə bədənə birləşdiririk. Bunu da yenə təqribən birləşdiririk. İpimizi çıxartdım arxadan, digəri ilə bağlamaq üçün. Və yenə onu da oradan çıxartdım. İplərimizi bir-birinə bağlayıram. Kəsdim və gizlədim. Əllərimiz də hazırdır. Ayaqları da toxumağa həvəsim yoxdur. Ayaqları toxumayacağım. Ayaqları da yenə adi iynə sapla yenə belə ağ formada gedə bilərsiniz. İstəsəniz belə sadə buraxa bilərsiniz. İstəsəniz paltarında belə nöqtələr qoya bilərsiniz bəzəklərin. O sizdən asılıdır artıq. İndi isə gözündə tikim. Bu cür. Baxıram belə. Batdım. Bu formada. Yəni bunun görürsünüz də heç bir qayda qanunu yoxdur. Necə istəyirsiniz, sizə necə rahatdır o formada tikirsiniz. Buradan bunu boş buraxdıq. Və son olaraq gözlərimizdə tapança kley yardımı ilə bu cür yapışdıraq. Bu formada və digərini də bu formada yapışdıraq. Görürsünüz, gözün arxa hissəsi bu cür sadə qalmalıdır, yəni öz rəngində qalmalıdır. Burun hissəmizi yapışdıracağıq indi. Buradan. Gözlərimizi mən qara muncuqdan eləyəcəm. Mən belə böyük gözlər sevirəm deyə böyük muncuq seçdim. Və bu cür oldu. Son olaraq nə qaldı? Ağız qaldı. Ağız da çox asandır. Yenə bir dənə iynə alırıq. Qara ip alırıq.
Götürdük iğnəmizi, sapımızı. Bu cür. Yine ben baş tərəfdən eləyəcəm. Başın təpə tərəfindən girdik. Bu cür ip saxlayırıq və buradan çıxırıq. Bu cür. Və buradan ağzımızı biraz aşağıda eləyirəm. Ağzımız da hazırdır. İpimizi də kəsdim. Düyünlədim. Və nəhayət ki, bitirdim. Görürsünüz, bir neçə saat ərzində hazır elədim kuklanı. Və gözəl sidimiz hazırdır. İstəsəniz bunu bu cür bağlaya bilərsiniz çantanızdan. Bu formada olacaq. Dostlar, hələ ki məndən bu qədər idi. Videom xoşunuza gəldisə və yararlı oldusa bəyənməyi unutmayın. Sağ olun, hələlik.